Salam değerli dostlar, salam kardeşler, salam bacılar. Mən deməli kısa bir video çəkəcəm Mehman barədə. Bilirsiniz, Mehmanı mən yeri gələndə sevmişəm, yeri gələndə əsəbləşmişəm, yeri gələndə Mehman Hüseynov mənə efirdə, yəni üzümə söyüşdə söyübdü, qəbul eləmişəm. Hər zaman nə demişəm? Mehman travmalıdır. Məni söysə də mən ona dillənmərəm. Yəni açığın deyim də bunu sizə. Hər zaman demişəm ki, Mehman travmalıdır. Ona hakimiyyət travma yaşadıbdır. Kasetlərini çəkib, neyniyib, nağarıb, öz atasına, əzlərinə göstərib. Yəni gənc yaşlarında həbs yaşadıblar. Çox böyük travmalar alıbdı. Məndən böyük travmalar bəlkə alıbdı Mehman. Ona görə mən hər zaman Mehmanı yola vermişəm. Hətta efirdə məni söysə də, mən də zarafatla üstündən keçmişəm. Amma bu dəfə mənə həqiqətən təsir elədi. Olmaması lazım idi. Yəni, mən bunu Mehman söysəydi məni, problem yox idi. Ləzzətli qarşılayardım. Amma mən Mehmanı belə bilməzdim. Mehman niyə belə elədi? Birinci, mənim yanımda eləməli idi. Mən olmayan vaxtı mənim arxamca danışmamalıydı. Birincisi. Deyəcəksiniz, Qabil, sən də Mehmana söyübsən. Söyümüşəm, onda da mənə ilişdi. Ay general, ay tək qulaq, nəsə dedi. Yəni, onda da Mehman dedi. İndi düzdür, mən söyməsəydim, bu bəlkə də Azərbaycandan çıxanmazdı. Bəlkə də ona lazım idi, hər neysə. Yəni, el oğludur. Mən onun söyüşlərini hər zaman məni söysə belə, efirdə belə söysə belə cavab vermirəm, gülüb keçirəm üstündən. Çünki travmalıdır. Çox yaxşı mübarizə aparır, mübarizəsini dəstəkləyirəm. Hər zaman efirdə tez-tez dediyim sözdür. Kaşka, gələcəkdə Tural Sadıqlı, Məhəmməd Mirzəli, bu Mehman, hələ mən yaşdaşmışam deyirəm. Bu cavanlarla bir yerdə prezidentliyə namizədlik uğrunda savaşaq demişəm. Elə deyilmi? Hər zaman mən demişəm. Məndən çox Mehmanın buna. Halbuki Mehmanın heç təhsili yoxdur. Hətta ona görə də demişəm. Erdoğanın təhsili var. Gürcistan prezidentinin təhsili var. Hər neysə, uzun sözün qısası. İndi gəlin, dünən mən Mehmana efir daveri eləmişəm. Öz də gördünüz də efirdən necə girdim çıxdım. Efir daveri eləmişəm mən. Çünki uşaqlar dalaşmışdı. Xəsarət alan uşaq var idi. Xəstəxanaya çatdırılmalı idi. Biraz da qalmaqal, cuzi məsələdə, cuzi. Yəni uşaqdır da, dalaşıblar, bir-birini tələşiblər, həşni. Hər ehtimalda burada çıxıq var, yoxdur belə. Buna görə mən məcbur idim, tez-tez getdim, efir aparamadım, ürəyim istəyəm ki, yarımçıq qoydum. Mehman bunu mənim üzümə desəydi, mən yanmazdım. Mənim dalımla demək, bu düzgün kişiyə yaraşan iş deyil, nəysə. Gəlin səsləri verim efirə bir baxaq. Yəni mən birinci, mənə 3-4 adam, 5-6 adam attı. Kaç altdan da yazdı. Mehman özünü itirmə. Mehman belə, Mehman elə. Mənim istədiyim adam hələ bir tərəfdən mənə deyir. Dünən Mehman nə deyir də videoda? Mehman niyə belə deyir də? Hər neysə uzatmıram söhbəti. Keçək belə Mehman görək nə deyir. Qabaharı getdi. Qabil hara getdi? Bax, bunun ölüsünü temizsin. Bu da yanlış söhbət idi. Bu ölüsünü, dirisini, bu da yanlış söhbət idi. Amma, görürsünüz, bunu belə mən qəbul edirəm, travmalıdır. Ölü diri də söyə bilər, məni də söyə bilər. Amma, bu söyüşlər məni də söyə bilər. Söyübdür, efirdə də söyüb dəfələrlə. Amma, bu başqa şeydir. Baxın indi, bu başqa şey. Bu planlı bir şeydir. Efirdə 2 dəfə bu sözü dal-dala demək, birində qısa, birində uzadaraq, üstünə basa-basa demək. Bu paxıllıqdır. Bu, vaxtından tez prezidentlik yarışında alçaqcasına mübarizədir. Şərəfli mübarizə deyil.
Bir baxaq. Baxaq. Ha Qabil, ha Qabil mən ahırda şey eləyəcək da. Biz nəinki İlham Əliyevdən, biz Qabildən də canımızı qurtarmalıyıq. Bu Qabil kimlər, Qabillər, bunları da biz baxın. Məsələ bilirsiniz nədir, hörmətli izləyicilər? Biz Qabildən deyir, canımızı qurtarmalıyıq. Bu üçüncü dəfə basıb deyir ha bu sözü. F1 efirdə sən 2 dəfə, 3 dəfə belə söz deməməliydin ha. Qabildən basıb. Qabil ömrünü Qarabağda savaşda keçiribdi. Qabil sonra gəlib də burada mübarizə aparır. Necə yəni? Qabildən xalq niyə qurtulmalıdır ki? Məyər sən məndən az mı söyüş söyübsən? Məyər Trump söyüş söymürmü? Bu planlı söhbətdir. Bu elə bir söhbət deyil. Baxaq. İlham Əliyevi rədd etsək, İlham Əliyevdən bir yerdə bilirsiniz kim yox olacaq? Qabillər, Qabil Məmmədov biz ekrandan yığışdıracağıq. Çünki İlham Əliyev nə qədər... İlk dəfə Azərbaycanda Mehman Hüseynov və Emin Hüseynovdan blog SBB-nin mübahisəsi buna görə düşdü. Söyüş söyənlər, belə söyüş söyənlər deyirdilərsə. Qabillər. Qabillər kimdir? Yox, Mehman, Qabillər kimdir? Qabillər demək, Mehmanlar deməkdir. Elşadlar deməkdir. Orxanlar deməkdir. Zəkilər deməkdir. Qabillər deyəndə kim deyirsən? Söyüşün məndən artıq maşallah. Söyüş söymək qəbahət deyil, laf düz eləyirsən. Səndən də çox söymək üçün mübarizə aparıram. Söyləsə hakimiyyət. Savadım, ali təhsil, prezidentlərin 90%, 99% ya hərbiçi olur, ya hüquqşünas. Təhsilim təmin edir. Bu xalq Qabildən niyə canını qurtarmalıdır ki? Bu sənin mi verəcəyin qərardır bu Qabildən? Yəni məndən yaxşı canımı qurtardı xalq. Kim gəlsin? Ömrü boyu xalqa xəyanət edənlər mi gəlsin ölkənin başına? Ha? Xalqa xəyanət edənlər mi gəlsin ölkənin başına? Bak, yaxşı Qabildən canını qurtardı xalq. İlham getdi, Qabil deyilə heç nə yox, Avropadaca. Burada mənə vurulan zərər və Azərbaycanda elə pensiyalarım mənə qaytarılsa bəs eləyir. Mən ömrü boyu Avropada, ailəm, uşağım, hamısı mən yerimi eləmişim. Ən güclü oturumla buradayım. 3-cü ölkəni, 5-ci ölkəni də seçə bilərəm. Yəni, bu nədir? Bu nə demək? Mehman Hüseynovdan mən bu xəyəm. Bax görsən ölümü dirimi, dedi ölüsünü dirisini. Allah lap mənim özümü də söy, nəyimi söyürsən söy. Bir körpə uşaq siyasətə qarışmayan ailə uşaq söyüncündən bağışlamıram. Bu heç. Bu aydın məsələ. Bu mənim hər kəsin bir necə deyirlər fikridir. Bir də görsən ölü diri söyüncü üstə durmuram. Hələ ölüsünü dirisini dedi üstdən keçdi. Mən olmayan vaxt. Bunu qoyaq qırarım. Bunu belə qınamıram mən. Travmalıdır. Amma bu travma deyil. Amma bu travma deyil. Bu başqa şey. Bu paxıllıqdır. Bu Qabili siyasi arenadan biraz pisikdirməkdir. Qabili siyasi arenadan aralamaqdır. Hardansa komanda gəlib bir efirdə Mehman 3 dəfə hələ üstünə basa-basa bir uzada İlham getsə Qabil yox olacaq. Hələ niyə? Bu ölkəni Elçibəylərə mi umutlu olacağım? Elçibəy davamçılarına mı umutlu olacağım? Ona görə mi xalqın içində bu qədər sevgi qazandım, bu qədər əziyyət çəkdim? Ona görə mi canımı qoymuşam? Ona görə mi ki, ha? Bir baxaq. Mənim dalımda heç kim yoxdur. Məni gözə görünən, görünməyən qüvvələr qoruyur. Bunu hər zaman demişəm. Məni xalq sevir, göydə də. Mənim səni kimi dayda Yahudi ilə evlənən qardaşım yoxdur. Mənim hakimlərdənsə əlaqəm yoxdur. Kimlərinsə klanı vurmuram. Yəni yoxdur da. O videoları mənə də atarlar da Alyona. Niyə mənə atmadılar o şeyləri? Mənə də göndərədilər o məlumatlar. Göndərmədi. Demək sən məsləhət bildilər, göndərdilər. Yenə deyirəm. Mənim Ratinin başında duran sənin qardaşın kimi qardaşım yoxdur. Mənim qardaşım acından ölür pusad evdə. Yəni, bu qədər böyüdüm, bu qədər gücləndim, sizi bu qədər narahat elədi. Heç olmasa bu sözləri üzümə deyən bir cavabını verim da. Mən efir sənə umutlu oluram. Uşaq yaralanıb, efir umutlu oluram sənə. Çıxıb gedirəm.
mənim dalımla ölümü dirimi dilinə gətirirsən, üstəlik də sən bu mənə o qədər yer eləmir. Sən üstünə basa-basa İlhamdan canınızı qutarsanız qabil olmayacaq, qabil yox olacaq. Bu qədər mi narahat eləyirəm müxalifəti? Deyəsən iqtidardan çox müxalifəti narahat eləyirəm mən. Ha? Mehman, sənin heç bir təhsilin yoxdur, olmaq istəyirsən ki, prezident ol cinə. Kimi də, qardaşın mı gəlib olacaq prezident? Ha, qardaşın 10 dənə qoyun ol, bir dənə toyuq kəsə bilməz o. Bu boyda cəllatları nə tərşi eyləsin? Qabillər deyirsən, qabillərdən başqa, qabil sevənlərdən başqa müxalifət varsa, mənim namusum itin olsun. Şərəfim itin olsun. Olmaz axı belə. Kişi hərəkətidir mi bu? Görsən, efirdə söydün, üstündən keçirəm. Travmalıdır mı? Hər zaman deyir, Mehman söysə də dinlənməyəcəm. Travmalıdır. Ölümü dirimi söyürsən, travmalıdır Mehman. Problem yoxdur. Yenə də söyə bilər. Travmalıdır. Amma daha bu travma deyil. Bu şey planlı tapşırıqdır. Gəlin bir baxaq təzdən. Qabil mən ahırda şey eləyəcək da. Biz nəinki İlham Əliyevdən, biz Qabildən də canımızı qurtarmalıyıq. Bu qabil kimlər, qabillər, bunları da biz baxın. Məsələ bilirsiniz nədir, hörmətli izləyicilər? Biz burada sağ-sol eləyir ha burada. Bilirsiniz, məlumat verilib, üzərində işləməyib. Konkret fikirlər. Amma dağınıq halda məlumatı verir. Baxa, nə sözlərini deyir belə. Əliyevi rədd etsək, İlham Əliyevlə bir yerdə bilirsiniz kim yox olacaq? Qabillər, Qabil Məmmədov biz ekrandan yığışdıracağıq. Çünki İlham Əliyev nə qədər hakimiyyətdədirsə, bir o qədər də Qabil Məmmədov efirlərdə var. Bir o qədər Qabil Məmmədov da məcburuq ona baxaq. Amma İlham Əliyev biz rədd etsək, İlham Əliyev biz yola salsaq, artıq Qabilə ehtiyac olmayacaq. Çünki hər kəs sözünü deyə biləcək, hər kəs etiraz edə biləcək. Bütün dünya bilir ki, BMT də bilir ki, Qabil hər zaman 4 ildir, 5 ildir burada prezidentlik davası döyür. Prezident olacağım deyir. Amma bu adam deyir ki, yəni kısaca mesaj verir ki, yəni öz kanalımda, öz də mənim kanalımda mesaj verir ki, Qabil getdisə, yəni o yox olacaq da. Niyə yox oluram? Sən bilmirsən mən prezidentlik davası döyürəm. Sən bilmirsən hamı deyirsən sözün deyəcək, azad sözün elə. Mən də azad sözümü də deyə gəlib seçimlərdə iştirak edəcəm də. Elçibəylərə mi mutlu olaq? Etibarlara mı? Neymətlərə mi? Ha? O gün Qurbanda danışırdı Pənah Hüseynov. 10 dənə donuzu ona tapşırmaram. Ona mı mutlu olacağım? Ha? Ona mı? Yoxsa Elçibəy yolu gedən cəbhəçilərə mi mutlu olacağım? Ona mı mutlu olacağım? Kimə mutlu olacaq yaxşı? Təhsilsiz mehmana mı mutlu olacaq? Ha? Yahudilərin yeznəsi qardaşına mı? Kimə mutlu olacaq da bu ölkə? Kimdir var da? Orxan Ağayevin təhsili yoxdur. Amma halal olsun. Erşad bəyin heç orada vəzifədə gözü yoxdur. Ola da bilməz. İstəmir. Zəki bəy onu kimi. Elman bəy onu kimi. Qənimət bəy jurnalisti. Osman qızı jurnalisti. Turar jurnalist arada bir mənə dedi. Qabil incimə dedi. Şey eləyəcəm sənə. Prezidentliyə namizət dedi. Deputatlarına. Nəysə. Turalın ixtisas. Kimdir axı prezident olmaq istəyən? Kimdir pusat yumruğunu vuran ki? Mənim planım budur, zaman açıram, danışıram, mənim məqsədim ölkənin başına gəlmək. Kimdir bunu məndən başqa deyən? Hətta özümlə beraber bir neçəsini də çəkirəm. Elə Mehman'a ən çox deyirəm ki, bu belə gözəl prezident olar, yarışda iştirak eləmək istəyirəm bununla. Baxa, indi Mehman mənə nə deyir? İlham getsə bu yox olacaq. Niyə yox oluram? Mənim əvəzimə qərar verirsən sən? Yoxsa xalqın əvəzinə qərar verirsən? Sadəcə bu paxıllıqdır. Sadəcə bu böyük güclərin oyunudur. Qabil çox gücləndi. Yəni sən zaman sevir eləyir, bir dənə belə mesaj verçinə. Hala, Mehman, mən harada otururam, dururam sənin adını çəkirəm. Bu qədər gəzirsən, bu qədər efirlərə çıxırsan, bir dəfə mənim adımı çəkirsənmi? Ən birinci vurulan mənəm. Ən birinci vurulan mənəm. Ən birinci mənim yoldaşıma cinayətçi qaldırılıb, həbs verilib, Interpola verilir. Qardaşın, sən özün bir dəfə adınızı çəkmirsən. Qardaşına bir dəfə dedim, köməklə Ice paylaşdı, adresini bildi. Üstəlik də köməkləmədi, 3 ildir telefonuma cavab, 4 ildir, 5 ildir mənə əlaqəni kəsdi. Mən amma sizin hər bir şeyinizdə sizin yanınızda olmuşam.
Qardaşını aşpadan oradan harca ratiyadan atmaq istəyirlər. Manat çıxdı dəstək verək, dedim oldu verək. Dedim oldu verək. Sən o xərçək xəstəsinə də əlinə şiş oldu, nəsə düşdü. Sıraz efirdə səsləndim. Qardaşın dedi lazım deyil, pul düzəldi. Mən sən həbsində Yusifin çıxışına bax. Can o Yusifin. Aytən. O Yusifin çıxışını tez mənə at. Aytən. Aytən. Yəni mən sənə nə pislik elədim? Mən hər zaman çətin günümüzdə sizin yanınızda oldum. Amma siz mənim çətin günümdə yanımda olmadınız. İndi də hakimiyyətdən canımızı qutarırıq. Qutarma ərəfəsindəyik. Siz nəsə bilməsəniz, qabil getdi. Mənim əvəzimə niyə qərar verirsiniz? Hər bir adam prezident ola bilərmi? Ola bilər. Söyüş söyən də, öpüş göndərən də, baboş da. Eləmi? Yetər ki 40 mindir, nədir o imzanı toplasın. Eləmi elə? Sən mənim əvəzimə niyə qabil də olmayacaq? Qabil 5 ildir. Deyir ki, İlhamın alternativi mənəm. Sən niyə belə danışırsan? Əmri hardan aldın? Sifarişi hardan aldın? Bu travmanın məhsulu deyil. Travma olar ölümü söyərsən, dilimi söyərsən, ağzımı söyərsən, məni söyərsən. Bu travma. Körpə uşağı söymək, bu travma məhsulu deyil. Bunu, məsələn, hansı ki sənin deməyin ki, qoy səni göstərim da, özüm çıxa bilmirdim ha, efirə. Bir dəqiq o Aytən xanım hardadır görək. Necə də, özüm çıxa bilmirdim efirə. Hara gel. Hardasan? Hardasan? Al, o yüksek videosunu al, Mehman anası var, danışır. Tez mən. Hə. Yəni, dəyərli vətənlər, dəyərli soydaşlarım, bir də mən hər zaman Mehmanın qardaşının yanında oldum. Hər zaman mən dilə gətirdim, kaş belə adamlarını prezidentliyə namizət verə, Tural verə, bu verə, Orduxan verə, yadınızda da neçə ilə 3-4 gün bundan vaxt yenə dedim. Bunlarla bir yerdə prezidentlik yarışına girəm, şərəfli adam gəlsin, şərt o da öl qabil gəlsin. Mən bu qabiləm. Amma sən də çıxırsan mənim efirimdə, hələ mənim olmayan vaxtı mənə qarşı sifarişlə danışırsan. Bu sifarişdir, bu travma deyil. Bu travma deyil. Bax sizə bir şey göstərirəm. İndi gəlin, indi görək Aytən xanım tapıb ata biləcəkmi? Hə, tapıb ata biləcəkmi? Ata bilirsənmi? Tapdırma o videonu. Tez ol. Hə, deməli, yəni mən qabiləm, mən kişiyəm, mən gədə deyiləm. Amma ki, bu mümkün deyil ki qabil, İlham getdi qabil. Gələn bomba oğlan olacaq. Lap gələn Əli Kərimlidir. Ona belə müxalifət olacağam. Güclü müxalifət olmayan iqtidar güclü ola bilməz. Ancaq diktator ola bilər. Güclü hakimiyyətin güclü müxalifəti olmalıdır. Əli Kərimli gəlsə belə ona müxalifət olacağam. Hakimiyyətə gələnməsəm də müxalif partiya rəhbəri olaraq, partiya quraraq, rəhbəri olaraq hakimiyyətə yenidən gəlmək istəyəcəyəm. Mən bu xalqı ağ günə çıxartmaq istəyəcəyəm. Bu xalq məni yaxşı tanır. Bu nə söhbətdə buna bax. Siz Allah bu söhbətə baxın. Siz Allah bu söhbətə baxın. Gəl, adam baxanda utanır. Şəxsən Mehmanın yerinə mən utandım. Buna bax, buna bax. Mehmanın yerinə mən utandım. Baxın. Qabil mən ahırda şey eləyəcək. Biz nəinki İlham Əliyevdən, biz Qabildən də canımızı qurtarmalıyıq. Bu qabil kimlər, qabillər, bunları da biz baxın. Məsələ bilirsiniz nədir, hörmətli izləyicilər? Biz İlham Əliyevi rədd etsək, İlham Əliyevdən bir yerdə bilirsiniz kim yox olacaq? Qabillər, Qabil Məmmədov biz ekrandan yığışdıracağıq. Çünki İlham Əliyev nə qədər hakimiyyətdədirsə, bir o qədər də Qabil Məmmədov efirlərdə var. Bir o qədər Qabil Məmmədov da məcburuq ona baxaq. Amma İlham Əliyev biz rədd etsək, İlham Əliyev biz yola salsaq, artıq Qabilə ehtiyac olmayacaq. Çünki hər kəs sözünü deyə biləcək, hər kəs etiraz edə biləcək,
Bu danışıq sifarişdir. Ha, sən kimsən qabilin əvəzinə qərar verirsən? Fikir söylüyorsan. Sən kimsən xalqın əvəzinə qərar verirsən? Bu sifarişdir dostlar. Bax görürsünüz bunun üstə dirənmirəm. Bax, bunun üstə dirənmirəm. Bax, travmalıdır olsun. Bax. Bax. Söyə bilər. Travmalıdır. Qınamır. Amma o travması... Qabarı getdi. Bax. Qabil hara getdi. Bax bunun ölüsünü temizini. Bu mən sənə efir davir elədim. Öz də dilimlə dedim uşaqda problem var. Uşaq yıxılıbdı. Buydu mu? Ayıb olsun Mehman sənə. Ayıb olsun sənə. Bu kişiliyə yaraşmayan hərəkətdir. Bu xəyanətdir. Bu arxadan güllələməkdir. Arxadan xəncər soxmaqdır. Dəyərli vətəndaşlar, mən kişi kimi savaşa dəvət edirəm. Siz indidən məni xalqın gözündən salmaq istəyənə bu da yox olacaq. Mən də deyim ki, yalancının belə olsun. Yox olanın da var yoxuna. Mən əlimi 3 dəfə Qurana basmışam, Quran-ı Kərimə. 3 dəfə, onu heç kim basmayıb indiyə kimi. 3 dəfə əlimi Qurana basmışam bu xalqa xidmət eləyəcəyəm. Ay Mehman. Sonuna qədər xidmət eləyəcəyəm bu xalqa. Ya iktidarda, ya müxalifətdə. Amma hətta yadımdan çıxmıyor. Onu mən seçməsələr belə bir yenə də müxalifətdə olacağam. Hətta belə balıq tutaraq belə yaxşılara sevinəcəm, pis əməllərə, yeni hakimiyyətin mən eləyə biləcəyim, onun eləyə bilməyəcəyini dilə gətirəcəyəm. Sadəcə ayıb olsun. Yadınızda da Yusifin hələ Mehmanın həbs olunma çıxışları, sonra mənim. Neyse. Birisi nə təyərdi? Mehman özünə yazdım ha, bu da ayıb oldu. Özü telefonu götürmədi. Bax budur, bax yazdı. Görün nə yazdı belə. Budur, telefonu götürmədi, baxaq. Düz hərəkət deyil bu. Bu düz hərəkət deyil. Kişiyə yaraşan hərəkət deyil. Mehmana budur, səs attım. Mehmana səs attım, götürmədi sadəcə, bax. Sən insandan tərsən. Yox, bu. Bu, baxın. Ay Mehman, yekə olan sənə. Bu nə hərəkət deyilirsən? Mən efirdən ayrılmışam, uşaqlar dalaşmışdı. Xəstəxanaya göndərirəm. Sənlə tay qulaqdan belə başlamısan, ağzına gələni danışıbsan efirdə. Üçüncü adam da mənə deyir, bu Mehman niyə belə danışır? Hədə bildikdə müəyyən söyüş, o müəyyən şeylərini başa düşükdə deyirəm, travmalısan. Da İlham Əliyev dediyi sözləri sən mənə deyirsən. Belə hərəkət olmaz, düz hərəkət eləmədin sən. Ayıb olsun sənə. Evlənsəydim vaxtında səni boyda oğlum olardı. Başa düşdünmü? Mən özümdən 1 yaş böyükdür deyə Elşada az qalıram, əmi dayı deyəm. Yekə kişi sənə, ayıb olsun sənə. Neyse, bu da mənə yazdı öz növbəsində. Mən videolarda attım ona, yazdı. Budur, yazdı. Yazdı ki, ay brat, burada nə var ki, zarafat edirdik. Mənsiz mənimlə niyə zarafat edirsən? Belə zarafat olmur. Vallah gələn efirdə deyərəm qabilin daşşağını yiyeyim. Elə danışırdım ki, əyləncəli olsun. Gələn efirdə üzrxahlıq eləyərəm, ay brat, narahat. Lazım deyilsən. Mehman, sənin mübarizəni efirin əvvəlində də təriflədim. Sənin mübarizəni təriflədim. Orxan olsun başqa. Mən mübarizədə istəyir mənim ailəmi söyən, uşağımı yoxa, məni söyən adam olsun, Manaf kimi. Manaf Cəllov kimi. Mən onun mübarizəsini dəstəkləyirəm. Deyirəm. Dırkalayanda da deyirəm kimsə dırkalayıb. Mübarizəsini dəstəkləyirəm. Mən əvvəldən də dedim. Mübarizə yaxşıdır. Amma sən indidən kimlərinsə sifarişi ilə mən yoxa çıxacam İlhamla bir yerdə. Niyə? İlhamla bir yerdə cinayətə bulaşmışam. İlhamı yıxıram ki, onun yerinə gələm. Mən dəliyəm yoxa çıxıram. İlhamı yıxıram ki, onun yerinə gələm. Əli Kərimli gəlsə, vəzifəm nə olacağını bilirəm. Qubad İbadoğlu gəlsə, vəzifəm nə olacağını bilirəm. Mən gəlsəm, onların vəzifəsi nə olacağını bilirəm. Mən dəliyəmmi mən? Hərbi müşaviri mən olacağım prezidentin Əli Kərimi gəlsə. Bütün qoşun növlərindən sorumlu adam mən, birbaşa denetim aparan mən olacağım. Prezidentə məruz eləyən mən olacağım. Təhlükəsizlik üzrə köməkçisi, bütün qoşun növlərinin inspeksiya sədri.
Əli Kərimin gəlsə mənim vəzifəm budur. İndi ola bilər İntizam Nazirliyi yaradarlar, Almaniyadakı kimi, İntizam polisi, ya İrandakı kimi ola bilər o polisin rəisi olan. Əgər mənim yoldaşım, mən prezident, ola bilər mən müxalifətdə rəhbərlik olsam, yoldaşım düşünür ki, təhsil sisteminə ya da sosial sistemə gəlib xalqa xidmət eləsin. Mən vəzifədə olsam, o olmayacaq, döyüğa bulayacaq. O olsa mən olmayacaq. Amma ayıb olsun Mehman. Mehman, ayıb olsun. Kişi kişinin ayağını qazmaz. Kişi kişinin arxasınca danışmaz. Kişi kişinin qabağına çör-çöp olub mane olmağa çalışmaz. Çox ayıb olsun Mehman. Sən gözləməzdin belə. Gözləməzdin belə. Bu sifariş olduğunu bilirəm. Bu sadəcə mənim prezident olacağımın qabağına əngəl olacaq vasitələrdən biri, klanlardan biri, kimlərisə sifarişi sən üstündə basa-basa belə dedin. Telefon zəng elədim, götürmədin, səsimi atdın, sən də mənə elə yazdın. Ev yox, canın sağ olsun. Amma ayıb olsun, bu kişiyə yaraşan hərəkətdir. Yəqin ki, tamaşaçılar, yəqin ki, tamaşaçılar öz. Mən Mehmanla yenə küsməmişəm. İş, mübarizə aparsın. Yəni, sadəcə prezidentlik yarışına tez başlayıb, mənim əvəzimə, məni sevən xalqın əvəzinə qərar verməsi ki, Qabil İlhamla bir yerdə yoxa çıxacaq. Bu düzgün hal deyil. Və Qabillər deməsi bu düzgün hal deyil. Qabillər deməkdən sən nə demək istəyirsən? Çox şey deyərdim, demirəm. Mübarizənə sayğı duyuram. Mübarizən. Görsən, Oğuz kimi adam mənim ailəm, uşağımı söydürüb, bəyəxdən bir saat yayımı açıb, hələ Oğuzu tərifləyirəm. Pisini də deyirəm. Mən beləyəm. Mən haqqı deyən adamam. Vəssalam. Sənə də mübarizəndən dolayı hörmət edirəm, sənə artıq bir söz demirəm. Allah yolunu açıq eləsin. Yenə də deyirəm. Kaş gələcək prezident yarışında Əli bəy, mən, Orduxan, Tural, sən yarışasan. Kaşca içimizdən bir qeyrətli oğlan xalqın həqiqi seçiminlə bu ölkəni düzəltsin. Xalqımıza demokratik cəmiyyəti yaşatsın. Bu dünyada, yəni indi cəhənnəm yaşayan xalqımıza cənnəti yaşatsın. Nəysə, dəyərləmədən vaxtınızı aldım. Mehmandır, dəli oğlandır, hər zaman söyür, problem yoxdur. Söysün mənə, travmal adamdır. Yenə də söysə bağışlayacağım. Amma bu bağışlanmaz şey deyildi. Bu planlı sürətdə kimlərinizə planınla mənim yüksək reytingimi bir balaca salmaq. Hələ çox şeylər ortaya çıxacaq. Çox mehmanlar ortaya çıxacaq. Mənim yüksək reytingimə, yəni prezident seçilməməm üçün, hədəfimə çatmamağım üçün maniyələr çox olacaq. Narahat olmayın. Mənim göydə Allah, yerdə məzlum xalqımdan başqa mənim heç kimim yoxdur. Mənim heç kimim yoxdur. Sağ olun, salamat qalın.